Hər kəsi salamlayıram. Bugün 6-cı sinif qiymətləndirmə tapşırıqları kitabından istəyirəm ki, son bölmədəki bəzi testlərə, suallara baxaq. Bu suallar həm monitorinq, həm də sonuncu summativ üçün yararlı olacaqdır. Ona görə də izaha diqqətlə baxın. Bu B variantıdır və mübtəda və baş üzvlərə aiddir. Bu bölməyə aiddir, sonuncu bölmədir. Mübtədaya aid düzgün fikirlər müəyyən edin. Mübtəda artıq yəqin ki, bilirsiniz nədir? Kim, nə, hara sualına cavab verir, cümlənin baş üzvüdür, adlı halda olur. Mübtəda cümlədə haqqında danışılan şəxsi, əşyanı, anlayışı bildirir. Bəli, bayaq dedik ki, kim, nə, hara sualına cavab verir və bu doğru cavabdır. Düzgün fikirləri qeyd edin deyir, müəyyən edin. 1. İnsan anlayışı bildirən mübtəda kim sualına cavab verir? Bəli, insanlar kim sualına cavab verir? Doğrudur. Mübtəda haqqında danışılanın hərəkətini bildirir. Xeyr, bu xəbərə aiddir. Buna görə 3-ü çıxırıq. Mübtəda əsasən cümlənin sonunda işlənir. Bu da xəbərə aiddir. Bunu da çıxırıq. 5. Mübtəda məstərlə də ifadə olunur. Bəli, məsələn, oxumaq faydalıdır. Nə oxumaq? Bu da doğru cavabdır. Doğru cavablarımız hansı oldu? 1, 2, 5. O da oldu A bəndi. İkinci sual. Hansı cümlədə mübtəda məstərlə ifadə olunmuşdur? Elə A bəndi doğru cavabdır. Yaşamaq yanmaqdır, yanasan gərək. Nə yanmaqdır? Yaşamaq. Bu mübtədadır. Yaşamaq və A bəndidir. Yəni də digər bəndlərə baxaq. Dost da gündə tanınar. Kim dost? Bu isimdir. Şəhərimizin görkəmi gündən-günə dəyişir. Hara? Şəhərimizin görkəmi söz birləşməsidir. Arzumuz torpaqlarımızı azad görməkdir. Burada da arzumuz isimdir. Şəkli divardan asılmışdı. Nə şəkli? Bu da yenə isimdir. Deməli, cavabımız oldu. A bəndi yaşamaq, yanmaqdır. Yaşamaq sözü mübtədadır və məstərlə ifadə olunmuşdur. Keçək 3-cü suala. 3-cü sualda deyilir. Hansı cümlədə mübtəda sayla ifadə olunmuşdur? Biz bilirik ki, saylar da mübtəda ola bilir. A bəndi. Heç kim bu səsin sahibini tanımırdı. Kim? Heç kim. Heç kim nədir? Əvəzlik. Deməli, A bəndi deyil. Hər birimiz vətənin dar günündə ona dayaq olmalıyıq. Hər birimiz yenə əvəzlikdir. Bu da say deyil. Sarı köynək uzaq dağ silsiləsinə baxaraq fikrə getmişdi. Bu da isimdir. Sarı köynək isimdir. Bu da cavabımız deyil. Qoyun sürüsü yamacı yayılmışdı. Burada qoyun sürüsü mübtədadır və söz birləşməsidir. Bu da deyil. Beşincilər yarışın qalibidirlər. Kim? Beşincilər isimləşmiş saydır və cavabımız oldu Y bəndi. 4-cü sual. 4-cü sualın bir hissəsi bu tərəfdədir. Oxuyaq. Hansı cümlədə mübtəda sifətlə ifadə olunmuşdur? A bəndi. Hərbçilər maşını həyətin ortasında saxladılar. Kim? Hərbçilər. Bu isimdir. Bu cavabımız deyil. Azad həyət qapısına yaxınlaşdı. Azad düzdür, iki mənada işlənə bilər, sifət kimi də işlənə bilər, amma burada görürük ki, insan anlayışı bildirir. Kim həyət qapısına yaxınlaşdı? Azad, bu da isimdir və cavabımız deyil. Keçək digər hissəyə. C bəndi bizə lazım idi sifət mübtəda olsun. Xəstəxanadakılar Kübraya xüsusi təşəkkür edirdilər. Ümumiyyətlə, sifət o zaman mübtəda ola bilər ki, o isimləşsin. İsimləşməsə sifət mübtəda ola bilməz. Burada da xəstəxanadakı sözü sifətdir, amma isimləşib. Kim Kübraya xüsusi təşəkkür etdi? Xəstəxanadakılar. Bu isimləşmiş sifətdir. Deməli, mübtədadır və cavabımız C bəndidir. Digər bəndlərdə baxaq. Uşaqların hər ikisi fərağat vəziyyətində dayanmışdı. Kim? Uşaqların hər ikisi. Bu oldu söz birləşməsi və sonuncu cümlə. Yolları, cığırları tamamilə qar basmışdı. Nə basmışdı? Qar, bu da isim. Burada mübtəda qardır sonuncu cümlədə. Digər suala baxaq. Digər sualımız klasterdir. Və klasterimizi oxuyaq. Klasteri tamamlayan nümunələri müəyyən edin. Burada
klasterin içində nə yazılıb? İsmi xəbərli cümlələrdir və bir dənə nümunə yuxarıda yazılıb. Azərbaycan mənim vətənimdir. Mənim vətənim də söz birləşməsidir. Söz birləşməsi də olur ismi xəbər. Baxın, bu ismi xəbərdir. İndi biz digər xanalara da ismi xəbər seçməliyik. İsmi xəbərdə nə ilə ifadə olunur? Yadımıza salaq. İsmi xəbərlər feildən başqa digər əsas nitq hissələri ilə eyni zamanda feilin içində olan məsdər və feili sifətlə və eyni zamanda da söz birləşmələri ilə ifadə olunur. Yəni, ismi xəbər ifadə olunmur təsriflənən feillərlə. 1. Həyat davam edir. Nə edir? Davam edir. Bu, xəbər şəklidir və feili xəbərdir. Bu deyil cavabımız. Vətən müqəddəsdir. Vətən necədir? Müqəddəsdir. Bu, sifətlə ifadə olunub və ismi xəbərdir. Bir cavabımız oldu 2. Məsələyə münasibət bildirildi. Nə edildi? Münasibət bildirildi. Bu, xəbər şəklidir və yenə də feili xəbərdir. C-ni çıxaq. Elm ağlın çırağıdır. Elm nədir? Ağlın çırağıdır. Söz birləşməsini ifadə olunub. Söz birləşməsini ifadə olunubsa biz bilirik ismi xəbərdir. Bu cavabımızı da götürürük. Şəhidlər unudulmayacaqlar. Unudulmayacaq da bilirik gələcək zamandadır. Yəni xəbər şəklindədir və feili xəbərdir. 5-i də çıxırıq. Cavabımız oldu 2, 4. O da oldu D bəndi. Digər suala baxaq. 6-cı sual. Hansı cümlədə mübtədanı bərpa etmək olmaz? Biz bu cümlədə Y bəndindən başlayaq. Bu axşam onlara baş çəkməliyik. Onu qeyd edeyim ki, mübtədalar bəzən buraxıla bilər cümlədə və asanlıqla da bərpa oluna bilər. Biz onu asanlıqla özümüz bərpa edə bilirik. Amma elə cümlələr var ki, mübtədası yoxdur ümumiyyətlə və onu bərpa etmək qeyri-mümkündür. Elə bir cümləni soruşur. Deyir ki, bərpa etmək olmaz. Bu axşam Y bəndi, bu axşam onlara baş çəkməliyik. Kim? Kim baş çəkməlidir sizcə? Biz. Mən bunu bu cümlədə mübtədanı bərpa etmək mümkündür. Ona görə Y-ni çıxırıq. Məktəbimizdən çoxdan ayrılmışdım. Kim? Mən. Bunu da bərpa etmək mümkündür. Sənədləri vaxtında gətirməlisiniz. Kim? Siz. Burada da bərpa edirik. Axşam mənə zəng edərsən. Kim? Sən. Amma A bəndində yazılıb ki, qanunlara əməl olunur. İndi biz əməl olunur sözünə belə bir sual verə bilmirik. Kim əməl olunur, nə əməl olunur deyə bilmirik. Ona görə də belə cümlələrdə adətən mübtəda bərpa edilmir və yaxud bərpa etmək olmaz. Cavabımız oldu A bəndi.